Bugün pasientimize plastik icra edəcəyik. Gördüğünüz gibi burnun üstü biraz qeyri-adidir. Əslində qeyri-adiliyin səbəbin nə etmişdiniz? Yandırtmışdınız burnunuzun ucunu, incəltmək üçün eləmişdiniz. Dəfələrlə bütün lor həkimlərinin belə deyərdim, demələrinə baxmayaraq pasientlər hələ də belə bir prosedurlara müraciət edirlər. Deməzdim ki, tam nəticəsizdir. Bəli, incəltmə ola bilər ki, eləsin, amma unutmayın ki, burnunuzda belə bir çapıq toxuma əmələ gəlir. Yəni görürsüz, burnun üstündəki məsamələr genişlənib və çapıqlı kimi görsənir burun. Elə bir yanıb burnun üstü. Təbii ki, prosedur da elə özü yandıraraq dərini incəldir. Yəni çox ehtiyat edərək gedin belə bir şeylərə. Mən məsləhət görmürəm. Siz razı qaldınız nəticədən? Yox. Bəyəndiniz? Çox dəyişiklik oldu yoxsa? Yox, heç bir dəyişiklik olmadı. Ancaq iz buraxdı. Ancaq iz buraxdı və iz də sizi narahat eləyir. Hə, eləyir. Təbii ki, dəyişməyəcək o izdə, bilirsiniz. Amma burnunuzun incəltməsi olacaq əməliyyat nəticəsində. Çünki içəridə qırdıqları incəldirik. Amma izlər ömürlük sizlə artıq qalacaq. Çox təəssüf. Heç kimə də məsləhət vermirəm, getməz.